Salam dəyərli dostlar, bu videomuzda vurğusu dəyişməklə mənası dəyişən sözlərdən bəhs eləyəcəyik ki, hansı ki bunlar fərqli nitq hissələri olsalar da vurğusu dəyişməklə ancaq amonimlər sayılmırdı. Bu məsələlərə diqqət etməliyik. Mən o sözlərdən bəzilərini biz nümunə verək hansılardır. Akademik sözündə vurğu e-yə düşərsə, akademik burada isim mənasını verir, akademiklər. Ancaq vurğu i-yə düşərsə, məsələn, akademik Mikhailov. Burada isə sifət olacaq. Hansı Mikhailov? Akademik Mikhailov. Sonra, elektrik deyəndə, burada vurğu ikinci e-yə düşərsə, şəxs mənasını bildirir. Elektrik. Məsələn, evə elektrik çağırdıq. Bir də var deyirik ki, elektrik. Yəni, elektrik ustası dedikdə artıq burada elektrik sifət mənasını verəcək və hansı sualına cavab verəcək. Sonra, xülasə sözü var. Həm modal söz kimi işlənir, həm də ki, isim kimi işlənir. Vurğunu birinci sayta qoyduqda, xülasə dedikdə, burada modal söz olur. Yəni, xülasə, əl-qələz, bir sözlə mənasını verir. Ancaq, vurğunu əyə qoyanda, xülasə, yəni qazetin, məqalənin xülasəsi, onun yığcam forması nəzərdə tutulur. Sonra, nəhayət deyəndə, vurğunu birinci sayta qoyduqda, burada modal söz olur. Nəhayət, gəlib biz evə çatdıq. Ancaq vurğunu sona qoyanda isə nəhayət, yəni hər hansısa bir şeyin nəhayəti var, hər hansısa bir şeyin sonu var. Başlanğıcı olduğu kimi hər hansısa bir şeyin nəhayəti var. Bu da sonu mənasını verir, isim olur. Qaçaraq və çaparaq sözlər var ki, şagirdlər. Bunların hər ikisində vurğu ikinci sayta qoyduqda feili bağlama mənasını verir. Yəni, o qaçaraq filan yerə getdi. O atı çaparaq harasa getdi. Bir də var ki, qaçaraq və çaparaq. Vurğunu son sayta qoyduqda, bu isə şagirdlər zərf, əsas nitq hissəsi kimi zərf olur və tələsik mənasını verir. Məsələn, çaparaq getdi, qaçaraq getdi. Yəni ki, tələsik formada o məzmunu verir. Ondan sonra antibiotik sözündə antibiotik vurğunu o-ya qoyduqda, burada isim kimi olur. Ancaq son hecaya qoyduqda isə, son sayta qoyduqda isə antibiotik dərman kimi sifət mənasında işlənəcək. Klassiklərimiz, vurğu a-ya qoyduqda, burada klassiklərimiz isim kimi şəxs anlayışını verir. Ancaq son sayta qoyduqda klassik əsərlər, klassik şairlərimiz dedikdə isə burada artıq sifət məzmununu verir. Mütləq sözündə vurğunu biz ü-yə qoyduqda, bu işi mütləq görməlisən mənasında zərf verir. Zərf kimi işlənir. Ancaq bir də var ki, məsələn, mütləq hadisə, mütləq iş. Burada isə artıq sifət məzmununu verəcək. Ritorik deyəndə burada isim kimi işlənir. Ancaq ritorik sual deyəndə isə burada sifət kimi işlənir. Bir daha yadımızda saxlayaq ki, vurğusu dəyişməklə mənası dəyişən, nitq hissəsi baxımından dəyişən sözlər amonimlər sayılmırdı. Məsələn, biz demişdik ki, alma, alma, vurma, vurma, gəlmə, gəlmə, dondurma, dondurma və s. Qovurma, qovurma. Bunlar demişdik ki, vurğusu dəyişməklə mənası dəyişən sözlərdir və bunlar amonim sayılmır. Hələlik dostlar.